Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi Bakı Məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə bugün də davam edir. Cinayət işinin növbəti fəsli, insanların zorakılıqla yoxa çıxarılması, əsir və girovlara işgəncələrin verilməsi fəsli üzrə tədqiqatların aparılmasına, sübutların təqdim edilməsinə başlanılıb. İclasda çoxsaylı sənədlər, sübutlar, faktlar təqdim olunur, fotomateriallar, videomateriallar nümayiş etdirilir, zərər çəkənlər ifadə verirlər. Həmin zərər çəkənlər 1-ci Qarabağ müharibəsi zamanı əsir və girov götürülərək erməni əsirliyində saxlandıqları zaman hansı işgəncələrə məruz qaldıqları barədə məhkəmədə ifadə verirlər, danışırlar. Qeyd edirlər ki, onlar günlərlə ac, susuz, yuxusuz saxlanılıblar. Döyülərək sümüklərini qırıblar, gözlərini çıxarıblar, qulaqlarını kəsiblər, onların dişlərini kəlbətindən çıxarıblar və BTR-in, tankın arxasına bağlayaraq kilometrlərlə onları qanlarına bulaşana dək sürüyüblər. Onlar həm də məcburi əməyə cəlb olunublar. Döyə-döyə onları müxtəlif işlərdə, ən ağır işlərdə işlədiblər. İşgəncələr o qədər zülümlü, o qədər dözülməz olub ki, bəzi əsir və girovlar buna dözməyərək intihar ediblər, həyatlarına qəsd ediblər. Bəzilərini isə ermənilər döyə-döyə öldürüblər və sonra da onları meyitlərini hara gəldi atıblar. Xüsusilə də Şuşa həbsxanasının yanında gölməçə varmış ki, həmin həbsxanada öldürülən Azərbaycanlıların meyitlərini həmin gölməçəyə atırmışlar. Və sonradan da Azərbaycan əraziləri işğaldan azad olunduqdan sonra ərazilərimizdə aparılan tikinti, quruculuq işləri zamanı kütləvi məzarlıqlar aşkarlanmışdı. Həmin məzarlıqlardan da biri Şuşa həbsxanasının yaxınlığında aşkarlanmışdı və bu günləri həmin o cinayət faktları orada sübutlarla bir daha təsdiqini tapır cinayət hadisələri. İfadə verirlər zərər çəkənlər ifadələrində və qeyd edirlər ki, əsir və girovların arasında yaşlı qadınlar, az yaşlı uşaqlar olub. Onlar həmin o işgəncələrə məhz Azərbaycanlı olduqlarına görə onlara məruz qalıblar. Onlara məhz Azərbaycanlı olduqlarına görə işgəncə veriblər. Xankəndində saxlanılan bizim əsir və girovlarımız qeyd edirlər ki, o vaxtda orada bağçada saxlandıqları zaman az yaşlı erməni uşaqları gətiriblər və o erməni uşaqlarına bizim əsir və girovları göstərərək bildiriblər ki, baxın, bunlar türklərdir, bunlar sizin düşmənlərinizdir. Yəni, bütün bu faktların arxasında dayanan bir məqam, bir sübut odur ki, əsir və girovlar məhz Azərbaycanlı olduqları üçün bu işgəncələrə məruz qalıblar. Qeyd edək ki, məhkəmə prosesi açıq keçirilir. Bugünkü iclasla da bağlı biz mütəmadi olaraq məlumat veririk və reportajlar təqdim edirik. Bugün də keçən bu açıq iclasla bağlı bizim xəbərlərin növbəti buraxılışında daha geniş məlumatların əksini tapdığı xüsusi reportajımız olacaq. Hələlik isə bu saata çatdıracaqlarımız bu qədər. Söz yenidən mərkəzdə, studiyadadır.